Bəziləri qələbəni şansla qazanır, bəziləri pulla. Ancaq tarix yalnız səbirlə qurulanları xatırlayır. Bu adam danışanda səsi qalxmır, çünki onun yerinə nəticələri danışır. Qışqırmır, çünki oyunçular ona inanır. Tələsmir, çünki bilir ki, böyük işlər vaxt istəyir. O sadəcə komanda yaratmadı, o sistem qurdu. Bilinməyən bir klubdan Avropada adı çəkilən bir marka yaratdı. Bir vaxtlar adını düzgün deyə bilməyənlər, illər sonra ona qarşı xüsusi planlar hazırladı. Bu təsadüf deyil. Bu illərlə düşünülmüş yolun nəticəsidir. Məğlub olanda bəhanə axtarmadı. Qələbə qazananda isə özünü böyütmədi. Hər qələbədən sonra eyni cümləni dedi. Hələ yolun əvvəlindəyik. Və həmin yol Azərbaycan futbolunun istiqamətini dəyişdi. O, futbolu səs-küylə deyil, ağılla qazandı. Sübut etdi ki, liderlik səsin yüksəkliyində deyil, təvazökarlıq zəiflik deyil, səbir ən bahalı strategiyadır. O, təkcə məşqçi deyil, o məktəbdir. O Qarabağın ruhudur. Onun adı artıq minlərlə insanın yaddaşına yazılıb. Çünki o, Qurban Qurbanovdur. Sözlə yox, işi ilə tarix yazan adam. Qurban Osmanoğlu Qurbanov 13 aprel 1972-ci ildə Zaqatala rayonunun Aşağı Tala kəndində fəhlə ailəsində anadan olub. Orta təhsilini Aşağı Tala kəndində alıb. 1979-cu ildən 1-ci sinifə Aşağı Tala 5 saylı 8 illik məktəbdə başlayıb. Son 2 sinifi 3 saylı orta məktəbdə davam edib. Uşaq vaxtlarından futbolla məşğul olub. 9-cu sinifdə oxuyarkən məşqçi Şaban Şırdanov onu Daşqın Zaqatala klubuna gətirib. 9-cu sinifi bitirəndə həmin klubda əsas heyətdə oynamağa başlayıb. Futbolun sirlərinə Daşqın Zaqatala komandasında yiyələnib. 1990-1991-ci illərdə Daşqın komandasında 63 oyun keçirib və 23 qol vurub. 1991-92 mövsümündə Gürcüstanın Alazani klubunda çıxış edib. Bu klubda 17 oyunda meydana çıxıb və 4 qol vurub. 1992-93-cü illərdə yenidən Daşqın klubunda çıxış edib. 1993-cü ildə Turana transfer olunub. 1993-94 mövsümündə Turanda 29 oyunda meydana çıxıb və 9 qol vurub. Həmin mövsüm Qurban Qurbanov Turanın heyətində Azərbaycan çempionu olub. Bu, onun futbolçu karyerasındakı ilk titul olub. 1995-96 mövsümünün ikinci dövrəsində Mingəçevirin Kürnur klubunda çıxış edib. Kürnurda 12 oyun keçirib və 4 qol vurub. 1996-cı ildə Neftçi klubuna transfer olunub. 1996-97 mövsümündə Neftçinin heyətində 30 oyuna 34 qol vuraraq Azərbaycan çempionatının bombardiri olub. 1998-ci ilin yanvarında Rusiyanın Dinamo Stavropol klubu ilə müqavilə imzalayıb. 1999-cu ilin qışında müqavilə şərtlərinin yerinə yetirilməməsi səbəbindən klubdan ayrılıb. Dinamoda 36 oyunda meydana çıxıb və 17 qol vurub. 1999-cu ildə 1-ci dövrədə Baltika Kaliningrad klubunda çıxış edib. Orada da müqavilə şərtlərinin yerinə yetirilməməsi səbəbindən yenidən komandadan ayrılıb. Baltika klubunda 14 oyun keçirib və 1 qol vurub. İkinci dövrədən isə Fakel Varaneş klubunda oynayıb və bu klubun yüksək liqaya çıxmasına kömək edib. Qurban Qurbanov bu müddət ərzində Fakel klubunda 12 oyuna 8 qol vurub. 2001-ci ildə Qurbanov yenidən Azərbaycanın Neftçi Bakı klubuna transfer olunub. UEFA Kuboku 2001-2002 mövsümündə Neftçinin heyətində çıxış edib. 2005-ci ildə Neftçi klubundan ayrılaraq Inter klubuna keçib. Qurban Qurbanov futbolçu karyerasını 2005-ci ilin payızında 33 yaşında bitirib. 2005-ci ilin noyabrında Qurbanovun vida oyunu keçirilib. Bu oyunda Azərbaycan milliləri və Azərbaycan Premyer Liqasının legionerləri iştirak ediblər. 17 iyul 1992-ci ildə Azərbaycan milli futbol komandasının ilk oyununda meydana çıxıb. Azərbaycan milli futbol komandasında indiyə qədər ən çox qol vuran futbolçudur. 1992-2005-ci illər ərzində Azərbaycan yığmasının heyətində 68 oyun keçirib və 14 qol vurub. 2005-ci ilin sentyabrında Qurban Qurbanov
Inter Bakı klubunun idman direktoru olmuşdur. 2008-ci ildə Azərbaycan milli futbol komandasının Litvaya qarşı keçirdiyi yoldaşlıq görüşündə yığmada məşqçi funksiyasını yerinə yetirib. Qurban Qurbanov 2006-cı ildə 10 günlük Kayserisporda, 2009-cu ildə Qalatasarayda, 2011-ci ildə Borussia Dortmund klubunda, 2013-cü ildə isə Barselona klubunda təcrübə keçib. 2011-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan futbolunun 100 illiyi münasibətilə Qurban Qurbanova əməkdar məşqçi adı verilib. Avropa yarışlarında ən uğurlu Azərbaycanlı məşqçidir. 2008-ci ildə Qarabağ klubu ilə 1 illik müqavilə bağlayıb. Onun rəhbərliyi altında Ağdam komandası 2009-cu ildə finalda Inter Bakı klubunu 1-0 hesabı ilə məğlub etməklə tarixində 3-cü dəfə ölkə kubokunun qalibi olmuşdur. Bununla da Qurban Qurbanov Azərbaycan kubokunu həm futbolçu, həm də məşqçi kimi qazanan ilk şəxs olub. 2009-2010 mövsümündə Qarabağ Qurban Qurbanovun rəhbərliyi altında UEFA Avropa Liqasının play-off mərhələsinədək irəliləyib. O, Qarabağ futbol klubu ilə ən çox oyun keçirən və ən çox qələbə qazanan baş məşqçidir. Amerikada yerləşən The Sporting News media şirkətinin 31 mart 2025-ci ildə tərtib etdiyi dünyada bir komandada ən uzun müddət çalışmaqda olan məşqçilərin siyahısında Qurban Qurbanov ikinci olub. Həmin tarixə kimi o, 16 il 244 gün müddətinə Ağdam klubunun baş məşqçisi vəzifəsini icra edib. 23 dekabr 2025-ci ildə Gənclər və İdman Nazirliyinin 2025-ci ilin idman yekunlarına həsr olunmuş tədbirində Qurban Qurbanov 2025-ci ilin ən yaxşı kişi məşqçisi adına layiq görülüb. Qurban Qurbanov təsadüfün adamı deyil. O ani uğurların yox, uzun müddətli zəhmətin simvoludur. O futbolu emosiyalarla yox, ağıl və səbirlə oxuyan adamlardandır. Məğlub olanda da, qalib gələndə də eyni qalmağı bacaran nadir məşqçilərdəndir. Bugün Qarabağ Avropada tanınırsa, bu təkcə nəticələrin yox, illərlə dəyişməyən bir fəlsəfənin nəticəsidir. O fəlsəfənin adı isə sabitlik, inam və sistemdir. Qurban Qurbanov sübut etdi ki, böyük futbol üçün mütləq böyük səs-küy lazım deyil. Bəzən bir insanın sakit duruşu 1000 qışqırıqdan daha təsirli olur. Qarabağ meydanda oynayır, Qurban Qurbanov isə zamanla yarışır və zaman daha çox haqq edənlərin tərəfində olur.